Dövlət İmtahan Mərkəzi 2-ci və 3-cü ixtisas qrupları üzrə 24 may 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib. Dövlət İmtahan Mərkəzindən APAya verilən məlumata görə, abituriyentlər imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. İmtahanda iştirak edən abituriyentlərdən 12 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib. Bu imtahanda 2-ci ixtisas qrupu üzrə ən yüksək nəticəni 397 bal toplayan Bakı şəhəri Sabunçu rayonu 169 saylı tam orta məktəbin məzunu Rüstəmli Banu Çiçək Bəxtiyar qızı göstərib. O imtahanın birinci mərhələsində 291,9 bal toplayıb. Hər iki mərhələnin cəminə görə 688,9 bal toplayan Rüstəmli Banu Çiçək ikinci ixtisas qrupu üzrə ən yüksək nəticəni göstərən abituriyentdir. Bu imtahanda 3-cü ixtisas qrupu üzrə ən yüksək nəticəni 400 bal toplayan 3 nəfər Bakı şəhər Suraxanı rayonu Səttar Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziyasının məzunu Quliyeva Zeynəb Ələddin qızı, Bakı şəhər Nizami rayonu 62 saylı məktəb liseyi məzunu Qasımova Ayşə İlqar qızı və İsmayılı rayonu Qalacıq kənd orta məktəbinin məzunu Qardaşova Fidan Ceyhun qızı göstərib. Quliyeva Zeynəb Ələddin qızı imtahanın birinci mərhələsində 287,7 bal, Qasımova Ayşə İlqar qızı 285,9 bal, Qardaşova Fidan Ceyhun qızı isə 285,2 bal toplayıb. Hər iki mərhələnin cəminə görə 3-cü ixtisas qrupu üzrə 688,7 bal toplamaqla ən yüksək nəticəni göstərən abituriyent isə Tovuz rayonu Düzqırxlı kənd 1 saylı tam orta məktəbin məzunu Musayeva Ayan Fuad qızıdır. O imtahanın birinci mərhələsində 291,7, ikinci mərhələsində isə 397 bal toplayıb. Xatırladaq ki, imtahanın birinci mərhələsində maksimal bal olaraq 300, ikinci mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanan balların cəminə görə aparılır. İmtahanda nəticələrlə bağlı müraciətlərə baxılması üçün Dövlət İmtahan Mərkəzində apellyasiya komissiyası fəaliyyət göstərəcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 18 iyun saat 10:00-dan 20 iyun saat 17:00-a dək tarixlərdə Dövlət İmtahan Mərkəzinin saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır.